Yəqin ki, bu sözü tez-tez eşitmisiniz. İlk 100 bin dolları yığmaq ən çətinidir. Bəs sizcə, bu sadəcə bir motivasiya şüarıdır, yoxsa bunun arxasında həqiqətən də riyazi bir məntiq var? Gəlin bu məşhur qaydanın arxasındakı sirri birlikdə açaq. Bilirsiniz, bu fikri ən yaxşı kim ifadə edib? Əfsanəvi investor Warren Buffett'in ortağı Charlie Munger. O, bu məsələni çox sadə, amma kəskin şəkildə qoyur. İlk 100 bin dollar çox çətindir, amma bunu etməlisiniz. Fikir verin, o demir ki, yaxşı olardı. Deyir ki, etməlisiniz. Yəni, bu sadəcə bir hədəf deyil. Maliyyə azadlığı oyununda keçməli olduğunuz ilk və ən vacib sınaqdır. Hətta zarafatla deyir ki, mənim üçün fərqi yoxdur, bunu necə edəcəksiniz, amma mütləq edin. Yaxşı, əsas sualımız budur. Niyə məhz ilk 100 bin dollar? Məsələn, niyə ikinci, üçüncü və ya beşinci 100 bin yox? Bu rəqəmi bu qədər xüsusi edən nədir? Bütün cavablar əslində pulun zamanla necə böyüdüyünü idarə edən və sərvət yığmağın təməlində dayanan çox güclü bir prinsipdə gizlənib. Bütün bunların mərkəzində deməli mürəkkəb faiz dayanır. Bəziləri deyir ki, Albert Einstein bunu dünyanın 8-ci möcüzəsi adlandırıb və bu heç də təsadüfi deyil. Bu sərvət oyununun sanki fizikasıdır, onun əsas qanunudur. Gəlin bunun necə işlədiyini super sadə bir nümunə ilə başa düşməyə çalışaq. Deməli, təsəvvür edin ki, sizə iki seçim təklif olunur. Birincisi, elə indicə, dərhal 1 milyon dollar. İkincisi isə cəmi 1 qəpik. Amma bu qəpik 30 gün ərzində hər gün 2 qat artacaq. İlk baxışdan cavab çox aydın görünür, elə deyilmi? Çox güman ki, hamı elə 1 milyonu seçər. Bəs siz hansını seçərdiniz? Bir anlıq fikirləşin. Yaxşı, gəlin o 1 qəpik seçiminin nəticələrinə baxaq. Deməli, 10 gün keçir və sizin əlinizdə nə qədər pul var? Cəmi 5 dollar 12 sent. Hə, bu məqamda o 1 milyondan imtina etdiyiniz üçün yəqin ki, özünüzü sorğulamağa başlayardınız. Seçiminizin səhv olduğunu düşünərdiniz, elə deyil? Gəldik çatdıq 20-ci günə. Vaxtın 3/2-si artıq keçib gedib. Amma hesabınızda hələ də cəmi 5.000 dollardan biraz artıq pul var. 1 milyonla müqayisədə bu heç nədir. Təsəvvür edin, peşmançılıq hissi yəqin ki, artıq pik həddə çatıb. Və budur möcüzənin baş verdiyi an. 30-cu günün sonunda o cüzi 1 qəpik inanılmaz bir şəkildə 5.3 milyon dollardan da çox pula çevrilir. Bax, bu eksponensial, yəni qat-qat artımın əsl gücüdür. Proses çox yavaş başlayır, sanki heç nə baş vermir, amma sonda, son mərhələdə əsl partlayış effekti yaradır. Yaxşı, bu qəpik məsələsi çox maraqlı idi. İndi gəlin bu mürəkkəb faizin sehrini real həyata, yəni sizin ilk 100 bin dollarınıza gedən yola tətbiq edək. Onu deyim ki, bu yol adətən uzun və zəhmətli bir marafona bənzəyir. Gəlin bir hesablama aparaq. Tutaq ki, siz hər il 10 bin dollar kənara qoyursunuz və investisiyalarınızdan da deyək ki, ortalama illik 7% gəlir əldə edirsiniz. Bu, tamamilə real bir rəqəmdir. Məsələn, səhm bazarı indeks fondları ilə buna nail olmaq olar. Cədvələ baxın, gördüyünüz kimi, ilk illərdə irəliləyiş həqiqətən də çox yavaşdır. 3 ilin sonunda belə hələ cəmi 32 min dollarınız var. Bax, bu məqam səbrin nə qədər vacib olduğunu bizə göstərir. Bu templa davam etsəniz, o bəhs etdiyimiz ilk 100 bin dollarlıq zirvəyə çatmağınız təxminən 8 il vaxt alacaq. Bəli, düz eşitdiniz, 8 il. Bu, həqiqətən də uzun və zəhmət tələb edən bir yoldur. Amma əsl möcüzə məhz bu zirvəni fəth etdikdən sonra başlayır. İlk 100 min dollara çatdınız, təbrik edirəm. Bax, bu nöqtədən sonra sərvət toplama prosesi sanki hiper sürətə keçir. Oyunun qaydaları tamamilə dəyişir və o uzun illər göstərdiyiniz səbrin bəhrəsini nəhayət ki görməyə başlayırsınız. Bu zaman qrafiki məncə hər şeyi mükəmməl şəkildə göstərir. Sadəcə baxın, ilk 100 min üçün 8 il zəhmət çəkdiniz, amma ikinci 100 minə cəmi 5 ilə çatırsınız və sonra sürət daha da artır. Növbəti 100 min üçün 4 il, ondan sonra 3 il və yarım milyon dollara çatmaq üçün son 100 minlik mərhələ isə cəmi 2 il çəkir. Fikir verin, sizin hər il qoyduğunuz məbləğ dəyişməsə belə, pulunuzun özü artıq sizin üçün daha çox işləməyə başlayır. Bəs bu sürətlənmənin səbəbi nədir? Bunu izah etmək üçün ən yaxşı bənzətmə əlbəttə ki, qar topasıdır. Təsəvvür edin, dağın başında balaca bir qar topası yuvarlayırsınız. Başlanğıcda o yavaş-yavaş böyüyür. Amma müəyyən bir ölçüyə çatandan sonra hər dəfə fırlananda daha çox qar yığır və dəli kimi sürətlənməyə başlayır. Sizin o ilk 100 min dollarınız da bax, həmin o kritik ölçüyə çatmış qar topasıdır. Yaxşı, deməli konsepsiyanı başa düşdüyü, riyaziyyat tam aydındır. Amma indi əsas sual budur. Biz bu prosesi necə sürətləndirə bilərik? 8 il gözləmək istəmirik, düzdür? Xoşbəxtlikdən bu səyahəti qızaltmaq üçün əlinizdə iki əsas güclü vasitə, yəni rıçaq var.
Bax, bu qrafik göstərir ki, qənaət strategiyanızda edəcəyiniz kiçik bir dəyişiklik nə qədər böyük fərq yarada bilər. Gəlin hədəfi 1 milyon dollar qoyaq. Əgər hər il yığdığınız məbləği cəmi 5% artırsanız, hədəfinizə düz 5 il daha tez çatırsınız. Bu artımı 10%-ə qaldırsanız, demək olar ki, 9 il qabağa düşürsünüz. Görürsünüz, kiçik amma davamlı addımlar uzun müddətdə nəticələri kökündən dəyişdirir. Beləliklə, gəlin o iki əsas rıçağı yekunlaşdıraq. Birincisi, hər il daha çox pul yığmaq, daha çox qazanmağın və ya daha az xərcləməyin yollarını tapın. İkincisi isə pulunuzun sizin üçün daha səmərəli işləməsini təmin edin. Maliyyə savadınızı artırın ki, investisiyalarınız daha çox gəlir gətirsin. Bu iki strategiyanı birləşdirəndə sərvət yığma sürətiniz həqiqətən də eksponensial şəkildə arta bilər. Sərvət yığmaq, pul qazanmaq çox vacibdir. Amma onu qorumaq bəlkə də daha vacibdir. Çünki unutmayın, illərlə çəkdiyiniz zəhmət, əgər diqqətli olmasanız, bir anda yox ola bilər. Həyat gözlənilməzliklərlə doludur. Bunu hamımız bilirik. Qəfil bir sağlamlıq problemi, ciddi bir avtomobil qəzası, bütün maliyyə planınızı bir anda alt-üst edə bilər. Məhz buna görə də düzgün sığorta bir lüks və ya əlavə xərc deyil. O, sizin maliyyə strategiyanızın təməl daşıdır. Sizin o illərlə çəkdiyiniz zəhməti qoruyan bir qalxandır. Deməli, riyaziyyatın necə işlədiyini gördük. Qartopası effektinin gücünü anladıq. Hətta bu prosesi necə sürətləndirəcəyimizi də öyrəndik. İndi isə geriyə tək bir, amma ən vacib sual qalır. Sizin ilk 100 min dollara çatmaq üçün konkret planınız nədir? Bugün elə indicə bu sual haqqında düşünmək, gələcəyiniz üçün atacağınız ən vacib addım ola bilər.